müğənni var, təxəllüsü də əfəndidir, düzdür. Əfəndi türklərdə əsilzadəyə deyirlər, yəni əfəndi ziyalı adamlara deyirlər. Bilmirəm kimdə nə yoxdur elə, nə gəldi təxəllüs sözünə qoyur. Söhbət onun erməni ilə qucaqlaşması, sonra gəlib demək ki, mən bunu nə demişəm ki, mən bunu neyirəm ki, süd deyir, ermənilərlə sülh imzalamamış. Bilirsiniz, bax, belələrinə birinci yerlərini demək lazım, Ermənistan Azərbaycanla heç bir sülh müqaviləsi yoxdur. İkinci olaraq, nəsə olsa belə, o demək deyir ki, biz hardan erməni görüb onu qucaqlayıb öpməliyik. Biz həmişə nə deyirik? Biz AK Partiyə nə deyirik? İdeoloji cəmiyyət qurmaq lazımdır. İdeoloji xalq olmalıdır. İdeoloji dövlət olmalıdır. İdeoloji iqtidar olmalıdır. İdeoloji müxalifət olmalıdır. Bu heç biri olmadığı halda erməni qucaqlayacaqsan, 12 bal da verəcəksən. Yəni sabah erməniyə ərə də gedəcəksən, ondan uşaq da doğacaqsan. Və düzünə var ki, burada sürdür artıq. Bir sülh imzalamışsan. Amma və bunu mən həm də hökumət yönümdə o kalibrlərə, minvallara bəs paylaşırlar, elə ermənilərdən də statlar gətirirlər, ermənilərin müsahibələrini verir, SBS-lərə. Mən onları göstərməm, onların başında duranlara, o siyasəti onlara tapşırıq verənlərə deyirəm, yəni iqtidara deyirəm, ayılın, hələ gec deyil, ayılın və bu eyfariyadan çıxın.